Salam hörmətli izləyicilər. Mən bu gün sizə tələ barədə danışmaq istəyirəm. Tələ iki maşın arasında qalanda olur. Tələ maşınla divar arasında və yaxud ağac arasında qalanda olur və bu gün isə mən sizə insanla maşın arasında qalanda olan tələdən danışmaq istəyirəm. Bu tələbi ilə gedirik, deyirəm saxla maşını. Saxla maşını, sağda insan var, solda maşın var, deyirəm saxla maşını. Deyir, Aqil müəllim, axı yer var, niyə saxlayaq? Və mən ona izah edirəm. Gəlin sizə də izah edeyim. Biz ona görə dayanırıq ki, sürücülərin çoxu qarşıdan gələn sürücünün qabağında luk olsa və yaxud elə belə üstümüzə sürə bilər. Və biz o üstümüzə sürəndə ya maşını qaçırdıb o qızı vura bilərdik və yaxud da ki, qaçırtmasaydıq o avtomobildən zərbə ala bilərdik. İkinci, maşın öz yolu ilə gedir, qız birdən bir addım ata bilərdi. Onda biz ya maşını qaçırdıb soldan gələn, üstümüzə gələn maşına vuracaqdıq, ya da qızı vuracaqdıq. Ya ikisi də birdən ola bilərdi. Yəni maşın bizim üstümüzə gəlir, qız da yolu keçir. Bu ən ağır variantdır. Və bütün bu ağır variantlar olmasın deyə salamatı maşını saxlayırıq, qarşıdakı maşın keçir, qız ağıllı qızdır geri çəkilir və biz hərəkətimizi dayanırıq, bax dayanırıq, maşın keçir, sonra keçirik. Belə tələlərdən özünüzü qoruyun. Diqqətinizə görə çox sağ olun.